Və həmçinin də Allah sözü ilə, Allah adı ilə başlaması özü özlüyündə də çox xeyri əldə etmək deməkdir. Belə ki, Allah sözü Allah Taala'nın bütün gözəl adların öz içində əhatə eləyir. Yəni, bütün Allahın gözəl adları. Və Allahın yeri gəlmişkən deyim ki, adlarının sayı barədə dəqiq bizə heç bir məlumat verilməmişdir. Və Allahın adlarının sayın özündən başqa heç kəs bilmir. Sadəcə onun bəzilərin bizə öyrətmişdir. Və belə bir yanlış fikir də formalaşıb ki, insanlarda elə bilirlər ki, Allahın cəmi 99 adı var. Xeyr, sadəcə hədisdə gəlir ki, kim Allah Taala'nın 99 adın sayarsa cənnətə girər. Bu da yəni 99 adın sayması, yəni onun mənalarını bilməsi, bunu etiqad etməsi onun cənnətə girməyinə səbəbdir. Heç də o demək deyil ki, Allah Taala'nın adları 99 ilə məhdudlaşır. Çünki bir hədisdə gəlir ki, Allahım sənin bizə öyrətdiyin adlarla və öz dərgahında sir saxladığın adlarla sənə yalvarıram. Və bu da onu göstərir ki, Allah Taala'nın bizə öyrətmədiyi, öz dərgahında saxladığı yenə də gözəl mənalara dəlalət edən onun adları var. Və Allah Taala'nın adları Əsmaül Hüsnə adlanır. Yəni gözəl adlar və bu da Əsmaül Hüsnə elmində ən birinci qaydadır ki, Allahın bütün adları gözəldir. Və Allah sözünə gələndə, ləfzül cələlə sözünə gəldikdə isə bu da bütün adları hamısının öz içində ehtiva edir. Allah sözünün özünün mənasına gəldikdə isə, necə ki, Abdullah ibn Abbas, Allah ondan atasından razı olsun, deyir ki, Allah sözü ilah sözündən yaranmışdır. Hər bir şeyin ibadətini haqq eləyən ilah mənasındadır. Bəs yaxşı, niyə görə o ilah yox, Allah kimi adlanır? Cavabı odur ki, ən birinci ilah sözü ərəb dilində müəyyənliyə salınaraq əl-ilah mənasında işləndir. Və sonra ərəblərin adətində belə bir şey var ki, onlar sözləri ixtisar eləməyi sevirlər və çalışırlar ki, sözləri ixtisar eləsinlər. Və Allah sözündə, əl-ilah sözündən Allah sözünə gətirməkləri bunu ixtisar etməkdir. Çünki orada həmzə artıq ikinci dəfə təkrarlanmasın deyə artıq onu sonra Allah olaraq zikir etmişdilər. Və Allah sözünün elə kökü özü məbud deməkdir və ilahlığı haqq edən mənasına gəlir. Və baxmayaraq ki, ərəb dilində sözlərin birdən artıq mənası var və bu da ərəb dilinin geniş yayılmış, bilinmiş bir adətidir. Lakin ilah sözü nadir sözlərdəndir ki, cəmi bir mənası var. O da məbud deməkdir. Yəni, ibadət olunan. Madəm ki, bizim inandığımız, özümüzə Rəbb seçib, o razı qaldığımız Rəbbimiz Allah adlanır və biz onu Allah deyə çağırırıq, məbud deyə çağırırıq və kəlmə-i şəhadətimizdə də deyirik ki, Lə iləhə illallah, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və demək biz artıq bütün əməllərimizi, dualarımızı, sözlərimizi, zikirlərimizi, nəzirlərimizi, qurbanlarımızı, beləcə bütün ibadətlərimizi hamısı nə etməliyik? Tək olan Allaha yönəltməli və bu ibadətlərin heç birini Allahdan qeyrisinə yönəltməməli, hətta Allahla yanaşı Allahdan qeyrisinə yönəltməməliyik və beləcə ona heç bir şey şərik qoşmadan xalis ona ibadət etməliyik.